Dövlət başqa ölkələrdə olduğu kimi, bir çox ölkələrdə olduğu kimi, dövlət həmişə sənətkarı dəstəkləməlidir. Ona dəstək olmalıdır. Əgər dövlət özünə dövlət deyirsə, Mədəniyyət Nazirliyi mədəniyyət yaratmaq, mədəniyyəti qorumaq çabası göstərirsə, mən Soltan Soltanlı 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində doğulmuşam. Uşaqlıqdan rəssam olmaq istəmişəm, rəssamlıq təhsil almaq istəmişəm. Amma bu baş tutmayanda mən özümdən öyrənməyə başladım. Başqa bir sahədə təhsil aldım, filologiya üzrə. Ancaq bir gün də olsun rəssamlıqdan ayrılmadım. 1993-cü ildə Bakıya gəldim, universitetə qəbul olmuşdum. Həmin ildən Azərbaycanın ən tanınmış rəssamlarının emalatxanalarını gəzməyə başladım. Onlarla tanış oldum, onları canlı gördüm, özlərini və əsərlərini. Və mənim içimdə, hətta universitet illərində belə bir düşüncə var idi ki, mən universiteti atıb yenidən rəssamlıq təhsili almalıyam və s. Ancaq sonra geniş oxudum rəssamlıq haqqında, rəssamların həyatı haqqında. Gördüm ki, dünya rəssamlığında məktəb görməyən, ancaq məktəb yaradan rəssamlar çoxdur. Bunlar, məsələn, Leonardo da Vinci, Van Gogh, Frida Kahlo, Paul Cézanne, Paul Gauguin və s. Çoxlu belə imzalar saymaq olar ki, bunlar heç bir məktəb görməyiblər. Və çox güclü məktəb yaradıblar və dünyada ən baha satılan rəssamlardır bu dəqiqə. Bu mənə çox böyük təkan verdi və mən də belə qərar aldım ki, mən təhsil almayacağam, ancaq rəssamlıq təhsil almayacağam, ancaq rəssam olacağam. Mən 95-ci ildən başladım və həmişə də ağlımda bu olub ki, mən fərqli bir üslub yaratmalıyam. Çünki bu üslub məsələsi sənətdə çox vacibdir. İstər kinoda, istər ədəbiyyatda, istər rəssamlıqda, heykəltaraşlıqda. Nə qədər sənət sahəsi varsa, orada üslub çox mühüm məsələdir. Əgər üslub yoxdursa, deməli, yaradıcı insan yoxdur. O yaradıcı adam, insan əslində demək olar ki, yoxdur. Yəni, başqasına, sənətdə başqasına bənzəmək yoxluğa bərabərdir. Ona görə də elə təhsil almaqda məqsədim ondan ibarət edir ki, mən fərqli üslubumu, öz üslubumu yaradım. Çünki bilirsiniz, məktəbdə hər hansı bir müəllimin təsir altında olan tələbə o müəllimə oxşamağa başlayır. Eyni vaxtda, əgər bir sinifdə, bir qrupda, tutaq ki, 15-20 şəxs təhsil alırsa, hamısı müəllimin təsiri altındadır. O, ondan qırağa çıxmır. Çünki müəllimin dediyini özü üçün tamamilə ehkam sayır, yəni onun qarşı edəcək bir şey olmur. Müəllimin dillərinə qarşı hər hansı bir fikir söylə bilmir. Ancaq özündən yaradanda, özünün müəllimi olanda, artıq burada sən özün üçün bir ölçü sayırsan. Öz dediyin özün üçün ölçü olur və həqiqətən də o prosesi izləyəndə artıq sonda görürsən ki, bəli, sən özünə dediyini əldə eləmirsən və özünün müəllimi olursan. Bu çox çətin işdir, öz-özünün müəllimi olmaq, özünü yaratmaq. Həm burada insan özünü bir şəxsiyyət kimi yaradır, həm də insan burada özünü bir sənətkar kimi yaradır. Və belə olan halda sənətkar və şəxsiyyət bərabərliyi təmin olunur. Bilirsiniz, sənətdə belə bir şey var. Həmişə demək olar ki, biz dünya mədəniyyətinə baxsaq, sənət həmişə üstü olub, çox üstün olub, ancaq şəxsiyyət aşağıda olub. Ancaq bir də var ki, sən sənəti şəxsiyyətlə birləşdirirsən, bərabərləşdirirsən. Hər ikisi eyni səviyyədə olur. Və bu mənə hədsiz böyük güc verdi və mən öz əsərlərimi yaratmağa başladım. Uzun illər Azərbaycan mətbuatında karikatura çəkmişəm. Bugün də çəkirəm. Düzdür, mətbuat üçün çəkmirəm, özüm üçün çəkirəm. Sonra beynəlxalq yarışmalar üçün çəkirəm və s. Sonra qrafika ilə məşğul olam və ən başlıcası rəngkarlıqla məşğul olam. Bu üç
üç sahənin hər üçü ayrı-ayrılıqda çox çətin sahədir. Yəni bu üçü ilə ümumiyyətlə bir neçə sahə ilə məşğul olan rəssamlar Azərbaycanda azdır. Çünki hər birisi ömür istəyir. Burada mənim köməyimə çatan, mənim deməli fəlsəfə ilə məşğul olmağımdır, düşüncə işi ilə məşğul olmağımdır. Çünki düşünən adam yalnız o azadlığı, düşüncə azadlığını əldə eləyir. Düşüncə azadlığına, aydınlığına çıxmadan qəti şəkildə böyük imkanlar görünmür yaradıcılıqda. Adam nə qədər ki düşünmür, gerçəklik səviyyəsində qalır, aşağıda qalır və özünü böyük sənətdə görə bilmir. Nə qədər ki insan düşünür və o gerçəklikdən çıxır, gerçəklik üzərində yüksəlir. O zaman insan bir aydınlanma halına gəlir, düşüncələr tamamilə aydınlanır, çox geniş yaradıcı imkana çatır. Çox geniş yaradıcı imkana çatır. Və mənə hərdən sual verirlər ki, necə olur sizdə belə müxtəlif mövzular var? Yəni, bu mövzuların heç biri bir-birinə bənzəmir. Yaxud da ki, bu ideya sənin ağlına hardan gəlir? Yəni, adam oturduğu yerdə heç bir düşüncə işi ilə məşğul olmadan o ideyalar gələ bilməz. Və əsl həqiqi yaradıcılığın da işi ondan ibarətdir ki, sən bir düşüncə, idrak zəhməti görməlisən. Necə ki, idmançı tutaq ki, qaçışla məşğul olur, yaxşı qaçış əldə eləyir. Düşüncə adamı da, idrak adamı da beynini eləcə gücə salmalıdır. Çox düşüncə ilə məşğul olmalıdır. Və artıq o elə vəziyyətə gəlir ki, beyin tamamilə yeni bir imkanlar açır yaradıcı adam üçün. Tamamilə. Orada da belə bir şey olmur ki, görəsən, mən bunu necə eləyim, burada istədiyimi əldə eləyim. Yox. Beyin özü, sən ona nə istəyirsənsə ona deyirsən və beyin onu sənin üçün hazır şəkildə, necə deyərlər, təqdim eləyir. Beynin belə imkanları var. Yəni, düşüncə işinə məşğul olmaq. Sənət nədir? Sənət insanın ən böyük kəşfidir. Sənətin məqsədi insanı dünyaya, həyata inandırmaqdır. Sənət olmasa biz dünyaya, həyata çox adi inana bilərik. Sənətsiz dünyaya inan. Çox adi inandı. Baxırsan mənzərəyə, deyirsən ki, hə, bu tutaq ki, bir gözəl bir mənzərədir. Ancaq bir var ki, onu sənət təqdim edir. Sənət vasitəsi ilə mənzərə insana təqdim olunur. Məsələn, tutaq ki, adi insan baxır Göygöl mənzərəsinə, öz adi duyğularını yaşaya bilər. Ancaq Səttar Bəhluzadənin Kəpəzin göz yaşları əsərinə baxır, orada Göygölü yenidən kəşf edir. Yəni, sənətkar bizə gerçəklikdən artıq olanı göstərir. Deyir ki, sənin o gördüyün gerçəklik əslində bu cürdür, mənim təqdim etdiyim kimidir. İstər ədəbiyyatda olsun, istər kino sənətində olsun, bu belədir. Biz sənət vasitəsi ilə zamanı yenidən yaşaya bildik. Məsələn, necə? Məsələn, kino sənəti bu sahədə ən populyar bir sənətdir. Biz yenidən zamana qayıda bildik, keçmişə qayıda bildik. Biz yenidən canlandıra bildik. Öz kino sənətdə rəssamlıq kimi təsvir sənətidir. Biz öz təsvirlərimizi, beynimizdəkini yenidən canlandırırıq, ondan bir film çəkirik və onu yenidən yaşayırıq. Biz deməli, sənətin məqsədi burada nədir? Bizi keçmişə aparmaq, keçmişlə tanış etmək və onu bizim tanımağımız üçün bir səy göstərmək. Eləcə də rəssamlıq, heykəltaraşlıq, insanı inandırmaq, daha yaxşı inandırmaq və bu baxımdan sənətin gücünü mən hətta dinin gücündən üstün sayıram. Bəli. Sənət dünyəvi hadisədir, dünyəvi hadisədir. Din də bilir ki, dini hadisədir. Məsələn, tutaq ki, bir dindar özünü ruhani halını yaratmaq üçün, özünü sakitləşdirmək üçün hara gedir? Məbədlərə gedir. Kilsəyə gedir, məscidə gedir və s. ki, oradan
bir ruhsal bir hal alsın. Bəs bir dünyəvi insan, sənət insanı, bir rəssam, yazıcı, nə bilim, yaxşı teatr tamaşaçısı, bəstəkar, o hara getməlidir? O da öz ruhunu yüksəltmək üçün hara gedir? Dünyəvi məbədlərə. Dünyəvi məbədlər haradır? Sərgi salonlarıdır, konsert salonlarıdır, kino, teatrlardır, məsələn, universitetlərdir və s. Yəni, dünyəvi insanla dini insanın arasındakı fərq bundan ibarətdir. Birincidə, tutaq ki, din vasitəsindən özünü ruhani sakitləşdirir. Dünyəvi insanlarsa dünyəvi sənət vasitəsindən özünü sakitləşdirir. Fəlsəfə vasitəsindən kitab oxuyur, fəlsəfi kitab özünü sakitləşdirir, özünü ruhsal olaraq yaradır. Elm oxuyur, daha da idraklanır və s. Sənətin belə bir şey var. Yəni, dünyəvi yön sənətdə daha güclüdür. İnsanı dünyaya bağlamaq, dünyanı sevdirmək. Mən əlimdən gələn eləmişəm, eləyirəm bugün. Həm özüm üçün, həm Azərbaycan rəssamlığı mədəniyyəti üçün. Yəni, mən 1995-ci ildən bugünə ölkəmizi beynəlxalq yarışma, festival və sərgilərdə təmsil edirəm. Özüm düzdür, gedə bilmirəm, ancaq əsərimi göndərirəm. Və dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda mənim əsərlərim var. İndi qaldı bir insan, bir rəssam nə etməlidir? Bir sənətkar olaraq o həm yaradıcılıqla məşğul olmalıdır, həm də bundan bir maddiyyat qazanmalıdır. Açığı deyim ki, bu gün çox çətindir. Çox çətindir ona görə ki, Azərbaycanın müstəqillik dövründə bizim böyük sənətimiz yaranmadı, mədəniyyətimiz yaranmadı. Əksinə biz elə əldə olan nəyimiz varsa, bəlkə də Sovet dövrünə borcluyuq. Çünki böyük Sovet dövləti mədəniyyətə çox fikir verən, onu həmişə ucada saxlayan, dəyər verən bir dövlət idi. Sənətkara da qiymət verirdi. Artıq biz kapitalist sisteminə keçəndən sonra burada kapitalist anlayışları, münasibətləri ortaya gəldi və tamamilə sənət də, sənətkar da dəyərsizləşdi. Məsələn, 2 il öncə mənim sərgim oldu Müasir İncəsənət Muzeyində. Orada 85 mənim əsərim nümayiş olunurdu və mən möhtəşəm sərgi deyərdim ona. Mən ona çox yaxşı hazırlaşdım dedim. Ancaq təsəvvür edirsiniz, mən ora mətbuatı çağırdım, televiziyaları çağırdım və onlara məktub yazdım ki, belə bir sərgi olacaq. Xahiş edirəm, çəkiliş qrupu göndərəsiniz, gəlsinlər, çəksinlər. Hamısının cavabı bu oldu. Biz elə tədbirlərə pulla gedirik. Və beləliklə, mənim o sərgim söhbət məndən getmir, təkcə məndən getmir. Ümumiyyətlə, hansı bir gözəl bir sərgidən, dəyərli bir rəssamın sərgisindən. O ümumiyyətlə, tamamilə gözdən iraq bir vəziyyətə düşür. Və heç kim onu görmür, ondan xəbər tutmurlar və s. Yəni, bugün Azərbaycanda demək olar ki, mən öz sahəmizdən deyirəm və hətta gördüyüm, bildiyim digər mədəniyyətin digər sahələrini görürəm ki, yəni mədəniyyətə münasibət çox barmaq arasıdır və deyərdim dövlət səviyyəsində. Yəni, Mədəniyyət Nazirliyi demək olar ki, yəni kiminsə rəğbətini qazanmır, hər hansı bir sənətkarın rəğbətini qazanmış vəziyyətdə deyil. Mən bunu belə başa düşürəm. Əgər bu da olmayacaqsa, Azərbaycan bundan da daha mədəniyyət sahəsində, bundan da daha pis vəziyyətə düşəcək. Bugün tələb başqa şeydir. Yəni, adi sıradan hamının çəkdiyi kimi çəkmək. Hətta onları da alan yoxdur. Vəziyyət o yerə gəlib çıxır. Yəni, bizdə tutaq ki, istənilən evə getsən, o evdə belə bir şey var. Tutaq ki, televizor var. Televizorda həm də YouTube imkanı var. Ki, oradan təkcə kanallara baxmasın, həm də girsin YouTube-dan dünyanı izləsin. Düzdürmü? Adam bunu düşünür ki, mənim televizorum YouTube imkanlı bir televizor olmalıdır. Ya evdə bir musiqi mərkəzi olmalıdır, ya mətbəxdə filan şey olmalıdır. Düzdürmü? Bunlar hamısını fikirləşir. Yəni, tutaq ki, 5 min, 10 min manata yaxşı divanlar alıb qoyurlar, kresloya.
Otaqda hər şey var və insan əşyalar içində. Ancaq bütün o demək olarsa o gözəlliyi, o təmtərağı tamamlayan bir detal rəsm əsəri alıb basmaq ideyası adamların ağlına gəlmir. Və əgər yazıçılar hər gün deyirlərsə ki, kitab oxumaq, kitab satmaq, oxutmaq çox çətindir, nə bilim, bu başa gələn iş deyil. Əgər bir adam tutaq ki, kitab oxumağa həvəsli deyilsə, o təsəvvür edirsinizmi ki, o məsələn rəsm əsəri alsın. Kitabın qiyməti 10 manatdırsa, rəsm əsərinin yaxşı bir normal rəsm əsərinin qiyməti tutaq ki, 1500-2000 manat. O onu ala bilərmi? Hətta bizim varlı dediyimiz adamlar, onlar da evə rəsm vurmurlar. Çox nadir hallarda. Aldıqlarını da mən görmüşəm, bəzən görmüşəm belə. Çox bəsit. Çünki təsəvvür yoxdur. Ancaq halbuki bu, necə deyərlər, rəsm əsəri bir sərvətdir, sərmayədir. Dünyada bütün bankların sərgi salonları var. Məsələn, bizdə bir dənə bir bankın sərgi salonu var, Xalq Bankın. Onlar deməli, ölmüş rəssamların sərgilərini keçirirlər. O əsərləri onlar sərvət kimi baxırlar. Ancaq bizdə o yoxdur. Yəni, problemlər o qədər çoxdur ki, bu sahədə. Ona görə də yəni, ciddi sənətkarların yetişməsi, bu demək olar ki, bu məsələ məncə çox uzaqlarda qalıb. Yəni, belə şey istəklə sənətə gələnlər yoxdur. Mən ciddi sənət yaradacağım, mən nə bilim, dünyanı alt üstünə çevirəcəm, belə eləyəcəm. Yoxdur, o şey yoxdur, inanmıram. Üzəvarı, nəsə akademik təhsil nədirsə onu öyrənəcəklər. Ancaq ondan sonra gəlir həqiqi öz yaradıcılığın. O varmı? O olması üçün insanın çox gərgin düşünməsi lazımdır. Özü ilə necə deyərlər, bir olması lazımdır. Bir sənətkar kimi, həm də bir şəxsiyyət kimi. Bəli, onda deyə bilər ki, biz Üzeyir Hacıbəyov səviyyəsində bir həm bəstəkar yetişə bilərik, həm jurnalist yetişdirə bilərik. Yoxsa mümkün deyil, qəti şəkildə mümkün deyil. Dövlət, başqa ölkələrdə olduğu kimi, bir çox ölkələrdə olduğu kimi, dövlət həmişə sənətkarı dəstəkləməlidir. Mədəniyyət Naziri mədəniyyət yaratmaq, mədəniyyəti qorumaq, necə deyərlər, çabası göstərirsə, bəs o böyük Sovet, belə deyək də, Sovet bəstəkarlar deyək, necə yarandı, Sovet yazıçılar necə yarandı, Sovet rəssamlar necə yarandı? Hamısının yaratdığını hamısını dövlət alırdı. Nə yaradı? Dövlət onu alırdı. Düzdür, onun pis cəhətləri də var idi. Ancaq hər halda sənətkar bilirdi ki, onun əsəri, yaratdığı qorunur. Bugün Mədəniyyət Naziri mənim bir dənə əsərimi almayıb. İndi müraciət eləsəm də yenə 100 bəhanə eləyəcək, bizim büdcəmiz yoxdur və s. Bizim rəssamlıq sənətimizin tarixi də elə qədim deyil. Bunu bilmək lazımdır. Çünki uzun yüzillər biz İslam əsarətində olmuşuq. O da Azərbaycanda rəssamlığın və heykəltaraşlığın, belə demək mümkünsə, məhv olmasını gətirib çıxarıb. O qoz heykəllər İslamdan öncəki heykəllərdir. İslamdan sonra elə bir şey olmayıb. Bizim ən yaxşı halda nə olub bizdə? Miniatür olub. O miniatür də Avropa tipli bir şey deyil. Yəni, bir sənət deyil. Ancaq bizim rəssamlığın 100 neçə il tarixi var. O belə bir şeydir. Yəni, elə də dərin bir tariximiz yoxdur rəssamlığa. Deyək ki, məsələn, biz orada. Ancaq bu ermənilərdə var, bu gürcülərdə var. Çünki onların dini ona imkan verir ki, adam şəkli çəksinlər. Bizdə imkan olmayıb. Ona görə gətirib belə bir şey olub. 1920-ci ildə Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbi yaradılıb. Təsəvvür edin də, nətərdir. Bizdə rəssamlığın tarixi bu qədərdir. 106 il.